Salam hər kəsə, ümid edirəm yaxşısınız. Bugün keçirilən 12 aprel 2-ci zona 9-cu sinif buraxılış imtahanı suallarına bircə nəzər salacağıq sizinlə. Ümumiyyətlə, suallar necə idi, necə keçdi sizin üçün, asan idi, yoxsa çətin gəldimi sizə? Gəlin də həmin suallara birlikdə baxaq və izah edək. 27-də deyir, biri feilin indiki zamanının inkarındadır. Deməli, qələmimizi götürək, başlayaq. Biri feilin indiki zamanının inkarındadır. İndiki zaman şəkilçimiz nədir? Örüstü 4. İnkarlıq şəkilçimiz isə mamə. Deməli, bu inkarlıq mamə indiki zamana qoşulanda və qeyri-qəti gələcək zamana qoşulanda mamə neyinir? Saatini itirir. Mı qalır. Ərin rısı isə zıya keçmiş olur. Baxaq indi variantlara. Gəlməmişdir sözündə miş keçmiş zaman, gəlmədi də di keçmiş zaman olmayacaq. Gəlməz bu qeyri-qəti gələcək zamandadır. Görürsünüz, ərin də rısı zıya keçibdir. Bu da olmayacaq. Gəlməyib ib, bu da keçmiş zaman. Qalacaq d variantı gəlmir. Gəl sözün kökü m qrammatik, ir qrammatik. Doğru cavabımız D variantı. Sonra 28-də hansı sırada yalnız 2 sözdə eyni hərf buraxılmışdır? Baxaq, buldozer, fotoedüt, xınayaxdır. Burada olmayacaq. Asfalt, güvənc, qəlb. Bu b da ola bilər, p da ola bilər. Yəni bu da deyil cavab. Sonra 3-cüdə C variantında ambisiya, tramvay, ambulatoriya. Burada da olmayacaq. Sellofan, pianino, aranjman. Deməli, doğru cavabımız D-dir. 2 yerdə eyni hərf o hərfi buraxılıbdır. Y-də burada nədir? Boykot, sonra bariyer, müntəxəbat. 29-a getdik. Əlbəttə, çalışqan şagird dərslərini vaxtında hazırlayar. Burada əlbəttə hissəsini təhlil eləməyəcəyik. Çünki köməkçi nitq hissəsidir, modal sözdür. Baxaq indi cümləmizin təhlilinə. Nə edər? Hazırlayar. Kim? Şagird. Hansı şagird? Çalışqan şagird. Nəyi? Dərslərini. Nə vaxt, nə zaman? Vaxtında. Deməli, təyin, mübtəda tamamlıq, zərflik xəbər. Sonra 30-da. Hansı sözdə 2 leksik, 2 qrammatik şəkilçi var? Baxaq, yaraqlanmaq sözündə yaraq, yaraqlanmaq. Sonra B-də qurudakılardan, quru, qurudakılardan, burada da olmayacaq. Vətən sözün kökü D variantında vətənpərvər leksik, lik leksik, dir qrammatik. Qurulmuşdur sözün kökündə qurulmuşdur. Uçqundakılardır sözündə uç sözün kökü uçqun leksik, daçı leksik, lar qrammatik, dır qrammatik. Sonra keçid edək 31-ci suala. Yalnız biri saydır. A variantında verib 1'ə 5, bu nə olacaq? Sifət belə zərf olmuş olacaq. Bircədə zərf olmuş olacaq. Çoxal, çoxalmaq feildir. Sonsuz sifətdir. 1-2 təqribi qeyri-müəyyən miqdar saydır. Doğru cavabımız Y variantı. Hansı cümlədə məqsəd zərfliyi işlənib? Deməli, maq plus 3-ün olanda demişik məqsəddir. D-ğı 3-ün olanda isə nədir? Səbəb zərfliyidir. Baxaq indi. Düşmən qorxaraq geri çəkildi. Nə etdi? Geri çəkildi. Nə səbəbə? Yəni geri çəkilməsinin səbəb nədir? Qorxmasıdır. Buna görə buna məqsəd zərfliyi deməyəcəyik. Dostunu təbrik etmək üçün hədiyyə aldı. Nə etdi? Aldı. Nəyi? Hədiyyəni. Nə məqsədlə? Dostunu təbrik etmək üçün. Maq plus 3-ünü də görürsünüz burada. Doğru cavabımız B olmuş olacaq. Sonra istidən qonaqların hamısı tərlənmişdi. Yəni isti olduğu üçün D-ğı üçündür. Burada da uşaq tərifləndiyi D-ğı üçün, anar 5 aldığı üçün. Doğru cavabımız B variantı. Üzərində rəqəm yazılmış hissələr haqqında doğru fikri müəyyən edin. Əziziyəm dərdimi, suya deyim dərdimi. Bağban şirin yuxuda əğyar gülü dərdimi.
Burada deməli im hissə, burada i, burada da yenə mini fərqləndiribdir. Baxaq indi. Suya deyim dərdimi, mən deyim. Əmr şəklidir burada. Yəni xəbərlik götürəcəyik bunu. Dərdimi, i, nəyi? Təsirlik. Burada isə əğyar gülü dərdimi, mi? Sual görsü sonunda sualında qoyubdur. Sual ədatı olmuş olacaq. Deməli, variantlardan nə olacaq bu zaman? Birinci xəbərlik, ikinci təsirlik hal şəkilçisi, üçüncü isə sual ədatı. Doğru cavab B variantı olmuş olacaq. Sonra 34-də baxaq. Nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mən ağa ağ dedim, qaraya qara, sən məni istədin, çəkəsən dara. Yenicə sağalır vurduğun yara, mənim bu yaralı könlümə dəymə. Baxaq indi düzəltmə sözlərdən ikisinin kökü feildir. Görək düzəltmə söz hardadır burada? Mənim bu yaralı könlümə. Yaralı, deməli yar, yara, yaralı. Düzəltmədir. Yenicə sağalır vurduğun yara, yarmaqdan yara. Doğrudur bir. Kökü feildir hər ikisinin. Adlıq, təsirlik, yönlük halda olan isimlər işlənibdir. Baxın bu hissədə diqqətli olacaqsınız. İsimlər istəyir səndən. Yəni burada adlıq, təsirlik, yönlük halda olan isim yox, söz də verə bilərdi. O zaman sən seçərdin hamısını. İndi bax variant deyilmi şeirdə. Ağa ağ. Burada A-əni görüb gəlib yönlük hal götürməyəcəksən. Niyə? Çünki sifətdir. Qaraya qara yenə sifətdir. Sən məni istədin, çəkəsən dara. Kimi, məni deyib təsirlik hal götürməyəcəksən. Təsirlik halın şəkilçisidir, amma burada isim deyil, əvəzliyə artırılıbdır. Çəkəsən dara, yenicə sağalır vurduğun yara, mənim bu yaralı könlümə dəymə. Burada deməli olmayacaq. Adlıq halda bir dənə yara var. Nə? Yara. Adlıq halda var. Bir də könlümə. A-ə yönlük var. Demək təsirlik burada yoxdur. 2 yanlış olacaq. İkiləri çıx variantdan. 3-də nə deyir? Təsriflənməyən feil tərkib əmələ gətiribdir. Təsriflənməyən feil tərkib əmələ gətirib. Baxaq. Yenicə sağalır vurduğun yara. Nə yara? Hansı yara? Vurduğun yara. Demək ki, tərkib deyil. Bu da yanlışdır. 3-ü də çıxsan, cavab qalır Y variantı. Gəl yenə də baxaq. Əvəzliklərdən deyir, əvəzliklərin hamısı ismi əvəz edibdir. Bax burada. Mən, sən, məni, mənim bu yaralı könlüm. Bax bu yaralı. Burada sifət əvəz edibdir. Deməli 4-dür. 5-də nə deyir? Təsriflənən feillər yalnız xəbər və əmr şəklindədir. Baxaq. Sağalır, zaman şəkilçisi var. Bunu xəbər götürəcəyik. Dəymə, əmr. Sən məni istədin, çəkəsən dara. Çək, çəkə, çəkəsən. Demək ki, arzu şəkildə var. Ona görə 1, 4, 5. Əlamət bildirən isimləşmiş sifətlər işlənmişdir. Ağa, qaraya. Bu da doğrudur. Sonra keçid edək 35-ci suala. İkinci dərəcəli üzvün iştirak etdiyi adlıq cümlələrin sırası. Deməli, adlıq cümlə olsun. O adlıq cümlədə ikinci dərəcəli üzv iştirak etsin. Şuşa şəhəri Həcər ananın ömrünün ahıl vaxtları. Şuşa şəhəri, Həcər bu bir yerdə götürüləcək. Payızın son ayı, payızın ayı. Üçüncü növdür. Dəniz sahili ikinci növdür. İmtahan nəticələri, həyəcan, sevinç. 10-cu sinfin uşaqları. Bax, sinfin uşaqları. Hansı sinfin? 10-cu sinfin. Son qələbəyə olan inam hissi. Nə? İnam hissi. Hansı inam hissi? Son qələbəyə olan. Demək doğru cavabdır. Variantı Səngər, əsgər və komandirlər burada da yoxdur. 36-da nə olacaq? Hansı nümunədə xitab söz birləşməsi ilə ifadə olunubdur? Baxın, keçən dəfədə xitabdan elə sual var idi. 36-ya baxaq. Deməli, birdə verib böyük oğlum, kiçik qızım dərs əlaçısıdırlar. Burada həmcinsdir. Böyük oğlum, kiçik qızım. Sadalamadır, görürsünüz, xitab deyil. Əzizim, sirdaşım, köməyim, sənsən. Burada da həmcins üzvlərdir. Sənsən kim? Əzizim, sirdaşım, köməyim. Burada əzizimi xitab kimi də düşünmürlər. Əzizim, sirdaşım, köməyim, sənsən. Yenə yəni xitab söz birləşməsi deyil.
Niyə məlulsan a dağlar qızı? Bax, dağlar qızı ikinci növ təyini söz birləşməsidir, xitabdır. Doğru cavab C olacaq. Şairdir, görünür, düz ilqarı var. Burada heç xitab yoxdur. Ay yoldaş, burada da yine söz birləşməsindən ifadə olunmayıb. Doğru cavabımız C variantı. Belə sizlər üçün qrammatika suallarının izahını verdim. Mətn suallarını da biraz sonra yükləyəcəm. Sizlər üçün ümid edirəm faydalı olmuş oldu. Əgər bəyəndinizsə kanala abunə olmağı, videonu paylaşmağı unutmayın. Uğurlar növbəti imtahanlarda.